Elçin Cəlilli təqdim edir. Salam ey Azərbaycan, başı bəlalı sinəsi qan. Yarandığın dövrdən, ömür getdi ömürdən. Nələr gəldi başımıza, yazıldı yaddaşımıza. Hələ o vaxtı qabaqlar, gördü yağır sınaqlar. Vətən müharibələri, canını qoydu neçələri. Yurdu mərd övladları, unudulmuyub adları. Şah İsmail Xətai, vuruşmuyub havayı. Koroğlu Babək Nəbi, Cavanşirlər məktəbi. Hər dəqiqə gerçək bizə, olubdu örnək bizə. Səməd bəylə Əliyağa, iz qoyublar torpağa. Gəldi təzə dövrana, təbliğ eləyim hər yana. Yayılsın haqqın səsi, mübarizlər ölkəsi. Xeyli yaralar görüb, zülüm bəlalar görüb. Görün bu oğlanları, milli qəhrəmanları. Əliyev Əliyar ilə həzi, Fəridlə mübarizi. Unutmaq olmaz qəti, danılmazdı əziyyəti. Yad eləyək Çingizi, qəmli ötənlərimizi. Çəkib yazıb yaddaşa, rəhmət əmin qardaşa. Allah verdi olub hələ, qardaşı ilə əl-ələ. Hər bir hissə yaratdı, xalqın dadına çatdı. Düşməni eyləyən xar, Albert Taqarınov da var. Yazın başlayım işə, dönək yaxın keçmişə. Qəm dolu ay fəsillər, o 90-cı illər. 20 yanvar gecə, qana boyandı Bakı necə. Qan su yerinə axırdı, şəhərə güllə yağırdı. Sanki yağış əvəzinə, çoxana döyürdü dizinə. Şəhid olurdu balaları, gözlərdi naqaraları. Maşın evlərə bax yanan, danışa bilmirəm inan. Çox keçməmiş aradan, sovuşmamış bəladan. 92-ci ildə, yenə də soyuq fəsildə. Lənətə gələsən səni, qonuşu bədnam erməni. 26 fevral, keçib hərəkətə dərhal. Qadını, uşaq, qocanı, verməyərək amanı. Diri-diri yandırdılar, qəlbə damğa vurdular. Milləti incitdilər, bax belə törətdilər. Xocalı qətliyamı, baxıb şok oldu hamı. Laçın, Kəlbəcər, Şuşa, Qarabağımız birbaşa. Əldən alındı getdi, işğal olundu getdi. Sağalmırdı yaralar, səngimirdi davalar. 2016 aprel, yenə də əsdi qara yel. Acıya döndü gülüşlər, Lələtəpədəki döyüşlər. Dayanmadan qızışdı, yandı hər yan alışdı. Baş verirdi daha nələr, qalibiyyət dolu zəfər. Burada da biz qazandıq, orduya arxalandıq. Bir neçə say arası, vətənin igid balası. Oldu qəhrəman şəhid, can sənə qurban şəhid. Rabil ilə pəncəli, düşməni işgəncəli. Gör necə məhv etdilər, bizlərə öyrətdilər. Vətənpərvər olmağı, vətənə ayaq durmağı. Bunu da yazıb yaddaşa, keçirəm indi birbaşa. Tovuz hadisələrinə, ordumuzun hünərinə. 2020-ci il, düşman hücum edib qəbil. Xam xəyala daldılar, Tovuza meyil saldılar. Amma məğrur ordumuz, cəsarətli yurdumuz. Vermədi imkan buna, çatdı bu istək sona. Doğruldu betim adını, Tovuz ucaltdı adını. Vətənin alına yananımız, 12 qəhrəmanımız. Şəhid adını aldılar, şəhadətə ucaldılar. Candan əziz canları, bax bu qəhrəmanları. Sizlərə eləyim bəyan, unutmayın heç zaman. Başlayıram bu addan, Böyük Həşimov Poladdan. Var idi geniş kölgəsi, general idi rütbəsi. Sevirdi əskərləri, gəzirdi səngərləri. Özü gedirdi qabaqda, düşməni dağda dağda. Təhlükə dolu hər işdə, göstərirdi sərişdə. Baxın onun istedadına, küçə verilibdir adına. Getdi dəqiqə zamanımız, növbəti qəhrəmanımız. Mirzəyev İlqar oldu, adı hər yana car oldu. Polkovnikdir bu insan, əhdinə sadiq hər an. Onu da çox sevirdilər, xətrin istəyirdilər. Zabit əskər heyəti, var idi böyük hörməti. Qorxu yox idi onda, Qardavani rayonda. Göz açmışdı həyata, bu fani kainata. Qəmli olanlar içrə, o qəhrəmanlar içrə. Mayor Novruzov anar, duyuruq adına iftixar. Bizim ürəyimizin təni, masallı idi məskəni. Qüvvə vardı qolunda, doğma vətən yolunda.
Qazaxdan Mayor Namiq Əhmədov adına layiq Əhmədov baxıb qəmli dünənnə xidmət elədi vətənnə o son damla qanı ilə şərəfi vicdanı ilə qorudu Azərbaycanı unutmarıq oğlanı açım söhbəti hardan rayon biləsi vardan bu cür oğlu deməli yetiri başağı cürəli baş leytinant Rəşadı Mahmudov idi soyadı var idi ali təhsili ömürdən gedən ili qoydu vətən yolunda adı ucaldı onun da evin tək övladı idi ləzzəti idi dadı idi onu da itirmiş ana gör necə yığılıb cana məni aparın deyirdi o özü istəyirdi daş yağdırıb başından erməni uğraşından ala qisasını övladın fəryad eyləyən qadın zülümdən ağlayırdı qəlbləri dağlayırdı şəhidlər olur diri o qəhrəmandan biri əsil dostum sirdaşım mənim gizir qardaşım Zeynallı İlqar da var bu oğlandan arda var tutduğu bir hədəflə düz 7 il şərəflə xidmət elədi vətənnə kömək olub hər yetənnə qan izli səngərlərin yaralı əskərlərin həkimi qonağı idi şəfa ocağı idi bütün Tovuz şəhərimiz Cəlilli həndəvərimiz hər tərəf əryan belə Azərbaycan belə anır qürurla səni qazanmısan əhsəni Dabir vəfalı igidimiz Ağstafalı igidimiz Gizir Babayev yaşar qəlbimizdə adı yaşar köç əskər idi yurt yeri elə doğulandan bəri qazanmışdı hörməti vardı qanda qeyrəti candan əziz can idi evli bir oğlan idi 8 illik müddəti çəkdi övlad həsrəti olmayırdı övladı duymadı övlad dadı o şəhid olandan sonra keçdi 2 gün ara yaşarın ürək parası gözünün ağı qarası qızı göz açdı dövrana səs yayıldı hər yana adını qoydular narın yadigarıdır o yaşarın görmədi övladın üzün bitdiyi andır sözün bu cür igidimiz də var Çavuş Sadiqov Vüqar o da Ağstafalı idi əhdə çox vəfalı idi gözəl Göyçəli kəndi igidlər yetirəndi vətəndir deyib ana doğma Azərbaycana həsr eləyib hər anını qurban eylədi canını baxın igidin hünərinə dönək Tovuz şəhərinə yad eləyək qalsın adı baş əskərimiz Elşadı evdə tək evlad idi ailəyə imdad idi yoxsa da bacı qardaşı çox idi dostu sirdaşı ana ürəyinə damanlar o gün oldu olanlar qəfil açılan top səsi topun qara qəlbəsi dəydi igid Elşada şəhadətə ucaldı da igid ölsə də adı qalıb yadigar övladı qalıb balaca Məhəmməd adlı şirin ləzzətli dadlı belə igid oğlanımıza əsil qəhrəmanımıza Allahdan rəhmət deyək ruhuna rəğbət deyək yarası çoxdur qəlbimin kol xələfli kəndinin əsil igidlər oğlu bu vətən pərvər oğlu yad eləyim hamı kimi İsmailov Nazimi Ağstafalı övladın buca şəhidlik adın qazanmaq olmur asan vətən unutmaz heç zaman belə mərd oğlanları igid qəhrəmanları daha bir igid qardaşım bu Azər vətəndaşım Həsən su kənd sakini hamı sevirdi elçini Maxey Mustafazadə seçib peşəsin azadə vətənə xidmət edirdi şərəfli yol gedirdi o da qazanıb şəhid adın duydu cənnətin dadın elçi də getmişdilər nişan da yetmişdilər heç kim bu anı duymasın onun bəyli xonçasın qoydu məzarın üstə qəlbi olub ana xəstə qara libas giyib yar getmə elçin deyib yar axıdaraq gözün yaşın hey olurdu saç başın qürbət eldə olan ata necə gəlib övlada çata düşün bir bu ağranı bundan böyük dərdanı duymadı övlad ətri bitirirəm acı sədri deyim növbəti nərdən İsmaillı şəhərdən Daşdəmirov xəyyamı onu belə tanıyır hamı idmançı oğlan idi əcəb mehriban idi maşın həvəskarı idi çox arzular var idi 18 yaşlı əskər gör necə göstərir ünər döyüş ruhlu hər anlı sonuncu damla qanlı verir vətən yolunda adı ucalır onun da çox keçmədən aradan iş başlayır haradan ay sizə qurban canım Ali
ölkəmiz olsun abad. İşə yarayan cavanlar, ehtiyatda olanlar getdi səfərbərliyə, yenidən əskərliyə. Ordu yaratdıq nizam, böyük nizam intizam, bəxş elədiyi ordumuz oldu azad yurdumuz. İlk zəfərimizi çaldıq, əvvəl Cəbrayıl aldıq, sonra Füzuli Zəngilan, tuta düşmana divan. İrəlilədik savadlı, azad oldu Qubadlı, damarda qan coşa alındı dərhal Şuşa. 44 günlük savaşda, düşman dəhddə təlaşda, qaldırıb ağ bayrağı, qaytarırlar torpağı. Ağdam, Laçın, Kəlbəcər gözləmirdi bizi hədər. Xankəndi və Xocalı olsun ayaq sayalı, Xocavənd ilə Ağdərə sevinç yayır hər yerə. Amma asan olmadı, xeyli vətən övladı, qanların bahasıyla, öz vətən sevdasıyla şəhid adını aldılar, cənnətə yollandılar. Edim söhbəti ondan, Cənub Lerik rayondan, əkiz iki qardaşları, şəhid vətəndaşları, deyim imanı bəhramı, qoy tanısınlar hamı. Mingəçevir şəhərdən, qeyd eləyim hünərdən, yenə iki qardaşları